Azərbaycanla Polşanı müqayisə etdiyimiz bu seriyamızda bugünkü mövzumuz qonaqpərvərlik olacaq. Əslində deyərdim, hər iki ölkədə qonaqpərvərdir. Lakin Azərbaycan Polşadan deyərdim, bir pillə daha çox qonaqpərvərdir. Təbii ki, bu sözlərim bütün insanlara şamil eləmirəm və bütün insanların da qonaqpərvər olma məcburiyyəti yoxdur. Azərbaycanda da, Polşada da. Lakin ümumi müşahidələrim əsasında onu deyə bilərəm ki, Azərbaycan Polşadan daha qonaqpərvərdir. Bəli, bu da o demək deyil ki, Polşa pisdir. Polşada da qonaqpərvərlik var, qonağa hörmət var. Yəni bunu mən görmüşəm. Lakin hörmət eləməyənlər də var. Bunları da təəssüf ki, görmüşəm. Yəni hər iki ölkədə də, ümumən bütün dünyada da zaten hər cür müxtəlif tipli, xasiyyətli insanlar var. Yaxşılı pisli. Ona görə çalışaq pislərə fikir verməyək, yaxşılara fikir verək və bir xalımızı da Azərbaycana verək bu mövzuda.